Salam, hər vaxtınız xeyir. Deməli, proqram vasitəsilə sifariş vurarkən əvvəlcə proqrama daxil oluruq. Mən dərhal öz səhifəmə daxil oldum, amma siz daxil olarkən ola bilsin ki, sizdən kod parol istəsin. O zaman yuxarıda yazılan, telefon yazılan hissədən kodunuzu yazırsınız, 7 rəqəmi ilə başlayan. Aşağıda isə parolunuzu yazırsınız və daxil olursunuz. Məsələn, giririk məhsullar bölümünə, birinci variantla göstərim. Deyəlim ki, hansısa parfümeriyanı istəyirik. Daxil olub parfümeriya bölməsinə ətirlərdən seçim eləməyə başlayırıq. Məsəl üçün, deyəlim ki, hansı ətri? Deyək ki, murmur ətrini seçirik. Deyəlim ki, murmur mok ətrini seçirik və burada görürsünüz ki, səbət işarəsi var. Səbət işarəsinin üzərinə vururuq. Əgər məsələn istəsək ki, 2 dənə eyni məhsuldan götürək, o zaman burada +1 var. Onun üzərinə bir dəfə də vuranda artıq orada 2 dənə murmur düşmüş olur səbətə. Və yaxud indi başqa bir məhsul istəyirik. Ox işarəsini geri qaydırırıq və deyək ki, ev məhsullarından nəsə götürmək istəyirik. Daxil oluruq məsəl üçün ev kosmetikasına. Yəni siz istədiyinizə daxil ola bilərsiniz. Mən misal olaraq göstərim. Qablara qulluğa daxil oluruq və məsəl üçün mən istəyirəm sol effektli məhsul götürəm. 367. Bunda da səbətə vururam. Görürsüz gəldi. İstəyirəm 2 dənə götürəm bundan. Bir dəfə də vururam. 2 dənə götürdüm. Və bu yolla davam edirik. İstədiyimizi götürə bilirik. Bu arada deyim ki, proqramla daxil olarkən məsəl üçün məhsul haqqında məlumat almaq üçün daxil olub, onun haqqında da baxın, burada ətraflı məhsul haqqında da məlumat var. Oradan da baxa bilərik. Hətta rəylər də var orada. İstifadə edən xanımların, bəylərin rəyləri. Bax, burada rəylərdə yazılıb ki, kim nə düşünür, istifadə edib effektinə görə. Buradan çıxdıqdan sonra mən indi ikinci yol göstərəcəm sizə. Daxil olaq səbətə. Baxın, artıq mənim vurduğum məhsullar burada var. Mən indi yenə başqa əlavə bir məhsul istəyirəm məsəl üçün. Buradan lupa işarəsi var. Bax, lupa işarəsinə daxil oluruq. Burada məhsulun artiklunu yazırıq. Məsələn, 332. Baxın, görürsünüz, axtarış işarəsinə vururuq, kodu yazandan sonra gəlir. Buradan yenə səbət işarəsinə vururuq, daxil olduq səbətə. Geri çevirmə eləyirəm. Baxın, gördünüz ki, gəldi. Səbətimdə artıq bu məhsullar var. Mən qabaqcadan da məhsul salmışdım səbətə və indi davam eləmək istəyirəm. Baxın, yuxarıda aldığımız hansı ünvandan çalırıq, o göstərilir. Mən indi məsələn dəyişmək istəyirəm məntəqəni. Baxın, buradan əlavə etdim, baxıram. Yazır ölkə Azərbaycan, təbii olaraq. Şəhər Bakı. Bakı, indi siz başqa yerdə seçə bilərsiniz. Burada müxtəlifdir, baxın, Sumqayıt, Gəncə, Xaçmaz və s. və s. Və ünvanı daxil edirsiniz. Əgər ünvana çatdırılma istəyirsinizsə, ünvanı daxil edirsiniz. Əgər siyahıdan üçün, onda siyahıdan seçməyi daxil edirsiniz, davam edirsiniz. Baxın, burada əgər məntəqənin kodunu bilirsinizsə, burada kodunu yazırsınız, dərhal çıxır. Yoxdursa, buradan seçim edirsiniz istədiyinizi və həmin məntəqəyə gəlir. Mən istədiyim zaten seçilib deyənə dəyişmirəm. Məndə olduğu kimi qalır və davam et. Buradan baxın, aksiyaları, bir aksiya seçə bilərik, hansını istəsək. Baxın, müxtəlif aksiyalar var, 12 manatlıq sifariş vurarkən və s. Sonra burada endirimli olan məhsullardır, aksiyalardır. Belə. Və əgər buradan da nəsə seçəcəmsə, deyəlim, məsəl üçün serumu seçirik, məsəl üçün. Seçdik, tətbiq edə basırıq mütləq. Və bunu da seçdik, davam et. Davam et. Və gördünüz, gəldi. Məhsullara baxıram ki, indi məsəl üçün, bəlkə nəyəsə oyanmayan dəyişiklik falan. Baxın, buradan baxdıq məhsullara ki, tamam, hər şey qaydasındadır.